11 avqust 2026-cı il tarixində Prezident İlham Əliyevin Naxçıvana səfəri Muxtar Respublikanın strateji əhəmiyyətinin daha da artırılması baxımından mühüm hadisədir. Səfər çərçivəsində dövlət başçısının iştirak etdiyi tədbirlər və verdiyi müsahibə Muxtar Respublikanın strateji gələcəyini müəyyən edir. Regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda Naxçıvanın enerji təhlükəsizliyi daha aktual xarakter almaqdadır. Dövlət başçısının müəyyənləşdirdiyi strateji kurs çərçivəsində Muxtar Respublikanın regional nəqliyyat qovşağına, yaşıl enerjinin istehsalı və tranziti mərkəzinə, habelə müasir sənaye klasterinə çevrilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı da uzun müddətli strateji prioritet kimi ön plana çıxır. Artıq Şəms-1 və Qərbi Üfüq günəş stansiyalarının, Ordubad hidroelektrik stansiyasının inşası, habelə azı 100 meqavatlıq enerji saxlanma sisteminin yaradılması kimi layihələr regionun Türkiyə, İran və perspektivdə Avropaya böyük həcmdə yaşıl enerji ixrac edən əsas haba çevriləcəyini şərtləndirir. Ölkə başçısının nəqliyyat, enerji və təhlükəsizlik məsələlərinə dair fikirləri göstərir ki, Naxçıvanın coğrafi mövqeyinin siyasi və iqtisadi dəyəri yeni regional reallıqlar fonunda ciddi şəkildə artır. Bu dəyişimin isə əsas istiqamətlərindən biri TRIP layihəsidir. Bu layihə Azərbaycanın tranzit potensialını və nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, uzun illər blokada şəraitində qalmış Naxçıvanın regional mövqeyinin köklü şəkildə dəyişməsi üçün yeni imkanlar yaradır. Layihənin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən birbaşa quru bağlantısının formalaşmasına şərait yaradacaq. Bu isə Muxtar Respublikanın nəqliyyat təcridinin aradan qalxması və Azərbaycanın vahid nəqliyyat sisteminə daha sıx inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. TRIP sayəsində Azərbaycanın əsas hissəsi Türkiyə və İran arasında mühüm nəqliyyat halqasına çevrilə bilər. TRIP Naxçıvan üçün eyni zamanda orta dəhliz və şimal-cənub marşrutları baxımından da üstünlük deməkdir və qlobal miqyasda çəkisini artırır. Avropa ilə Asiyanı, şimalla cənubu birləşdirən bu nəqliyyat istiqamətləri dünya ticarətinin və logistikasının yenidən formalaşdığı bir dövrdə daha böyük əhəmiyyət qazanır. Prezident müsahibəsində Naxçıvan dəmir yolunda işlərin başladığını, Ordubad və Sədərək istiqamətlərində mövcud olmayan hissələrin yenidən tikiləcəyini bildirdi. Prezidentin açıqladığı 15 milyon tonluq yükdaşıma hədəfi də Naxçıvanın qarşıdakı dövrdə hansı miqyasda nəqliyyat mərkəzinə çevrilə biləcəyini göstərir. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri Muxtar Respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Reallaşacaq layihələrlə Avrasiya ticarət və logistika xəritəsində Naxçıvanın rolu əhəmiyyətli dərəcədə artacaq.